65 ilə bir bazar səhərinin növbəti buraxılışında xoş gördük sizləri. Bugün biz rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, əməkdar jurnalist Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu və Qarabağ qazisi tanınmış jurnalist Rey Kərimoğlu ilə ən böyük əməkdar idi o. Geridə qoyduğumuz günləri müzakirə edəcəyik. Belə ki, ötən 2 həftə ölkəmiz üçün çox gərgin keçdi. Cəbhədə erməni ordusu təxribat törətdi və nəticədə şəhid verdik. İtkilərimiz oldu. Bununla yanaşı Müdafiə Nazirliyinin qeyri-operativ şəkildə məlumat yayması cəmiyyətdə bu gərginliyi daha da artırırdı. Xüsusilə sosial şəbəkə üzvləri tez-tez məlumat tələb edirdilər, narahat idilər, neçə şəhid verdik, niyə Nazirlik bizə məlumat vermir, cəbhədə nə baş verir. Nazirlik isə bununla izah edir ki, hərbi sirdir, onu açmağın da zamanı var. Yəni, bu ümumilikdə həssas məsələdir. Bu necə tənzimlənməlidir? Kim haqlıdır? Nazirlik haqlıdır? Cəmiyyət haqlıdır? Bir də belə bir məsələ var ki, bəzi saytlar da qeyri-peşəkar saytlar. Yəni, dövlətçilik prinsiplərini qorumurlar, sırf IP və ya reyting xəttinə müəyyən məlumatları paylaşırlar və bu da erməni mediasının işinə yarayır. Həmin məlumatlardan istifadə edir. Nəticədə Qərb və Rus mediasının istinad nöqtəsinə çevrilir. Bir növ uduzuruq informasiya mübarizəsində. Bugün sizlərlə bu mövzunu danışmaq istəyirik ki, əslində necə eləməliyik ki, biz uduzmayaq. Rauf bəy, sizdən başlayaq. Başlayaq. Bu bizim də xəbərlə işləyən zəhmətkeşlərin də ən son bir ildə yaranmış ən çətin problemi. Xəbər gəlir, indiki çağa uyğun olaraq hər kəs mobilləşir. Video gəlir, hər kəsin əlində bir telefon var, çəkir, sosial şəbəkəyə qoyur. Bəzi hallarda dəqiqliyi ilə, detalları ilə gələn xəbərləri verə bilmirik, çünki bu hərbi sir kateqoriyasına aiddir. Müdafiə Nazirliyinin kəskin tələbi var. Eyni zamanda da bu vətən, millət, dövlət müharibə məsələsidir, onu da anlayırıq. Bizə bu məqamda maraqlıdır ki, xəbər bir yerdən yayılsın ki, o xəta olmasın, əskərlərimiz üçün problem olmasın, polisiya çəkilib, yəni ön mövqe çəkilib, sayta qoyularsa, sosial şəbəkəyə qoyularsa, düşman oranı vura bilər, çünki bütün ərazilər bilinir. Bu baxımdan çox istəyərdik ki, Müdafiə Nazirliyi biraz da çevir. Ötən aprel döyüşləri zamanı bu var idi və biz rahat işləyirdik və çox faydalı idi onların Müdafiə Nazirliyinin xəbər və informasiya müharibəsi siyasətini həyata keçirən bölümləri çox yaxşı işləyir. Nədirsə o nəticəni bu dəfə ala bilmədik. Əslində bu dəfə daha çevik olmalıydı, çünki aprel döyüşlər təcrübəsi var idi. Evet, daha çevik olmalı, çünki eyni zamanda erməni propagandası da var. Ki bir tərəfdən onlar həm sosial şəbəkələrdə, həm saytlarda, bizdə rus dilli məkana və auditoriyaya aid Azərbaycan olaraq yayırlar və onların qarşılığı sükut olmamalıdır. Və eyni zamanda da bir şeyi aşılamaq lazımdır ki, şəhid xəbərini əskərlərimizin şəhid olmasını gizlətmək yox, onu qürurla, onu sevə-sevə təqdim eləmək lazımdır. Mən bir neçə şəhidimizin, o cümlədən Naxçıvandakı şəhidimizin dəfn prosesini izlədim. İnsanlar vətən uğrunda şəhid verməyə hazırdılar, onu qəbullanıblar. Bu baxımdan hiç çəkilməsin, qorxmasın ki, ictimai rəy nə deyər, bəs ölkəmizi azad eləməyək, bəs müharibə daxil, bəs şəhid verəcəyik. Özünə elə bir böyüsü də deyil, o qarşılıqda, o... Yəni, böyük də ola bilər. Bu bir müharibədir, müəyyən fragmentlərində sevinəcəyik ki, düşmənə zərbə vurduq. Tabii, müəyyən fragmentlərində də ürəyimiz, qəlbimiz ağrıyacaq. Amma o, hər bir məqamda xəbər açıq olmalıdır. Sistemli olmalıdır, çevik olmalıdır və Azərbaycan auditoriyası yox, eyni zamanda ermənilər
onların ictimai rəyi, bunlar da nəzərə alınaraq bu xəbər siyasəti çevik aparılmalıdır. Yoxsa təkcə bizə çətindir. Bu xəbəri gözləyən, vətənə bağlı olan hər bir vətəndaşa bu cür gözləmə janrında olmaq həddindən artıq ağır bir proses. Və bu da gətirir, çıxardır etirazlara, narazılığa. Bu narazılıq olmaması üçün biz də əlimizdən gələn etməyə hazır, amma nafilə, yəni bizim üçün sens qoyulur. Müdafiə Nazirliyi və ölkənin müvafiq qurumları tərəfindən ki, Müdafiə Nazirliyi rəsmi saytda hər hansı bir xəbəri yaymayınca siz yayın deyə Azərbaycan mediasına xitab olunur. Bu xitabı poza bilərikmi? Əlbəttə ki, poza bilərik. Amma bu Azərbaycana faydalı deyil, onu görürük. Bizim özümüzün xəbər işimizdə dövlətə, müharibəni aparan hərbi sistemə də faydalı deyil. Amma eyni zamanda biz də istəyərdik ki, bizim anlayışımız qədər də qarşı tərəfin çevik fəaliyyətini görək. Yəqin ki, bu cəbhədə gərginlik olduğu günlərdə baş redaktor olaraq, yəni ümumiyyətlə bütün komanda iş rejimi dəyişir. Biz onsuz da hər zaman fövqəladə rejimdə işləyirik və indi biz köhnə qəzetçiyik, print media təmsilçiləriyik. Amma bu yeni media ki gəldi, elektron media, ondan sonra biz adaptasiya olunduq. Bir neçə saytla işləmək və 24 saat işləmək çətindir. Yəni biz ən azı baş redaktor olaraq, saytların və qəzetin rəhbəri olaraq 15-16 saat işləmək məcburiyyətindəyik. Biz sadəcə olaraq indi daha çox, daha verimli işləyənlər, yəni gələn xəbərləri daha keyfiyyətlə təqdim edə bilər. Bilirsiniz, Azərbaycan dilli medianın vətən müharibəsində ən önəmli vəzifəsi daxili auditoriyanı qorumaqdır. Ki, buraya kənar informasiya girib, auditoriyada təxribat törədə bilməsin. Onların xəbəri o insanların beyninə kompüter kimi yüklənməsin. Bizim təqdimat yüklənsin. Biz bunu eləyə bilirik. Və bunu bizdən başqa da Azərbaycan dilli mediada daha keyfiyyətli eləyən da azdır. Amma müəyyən məhdudiyyət qoyulanda və ermənilərin də rus dilində yayımladığı videolar, təxribatçı videolar, bəziləri 2-3 il öncənin videoları, xəbərlər, başlıqlar ortaya girir və qarşılığında biz heç nə edə bilmirik. Yaxın, biz də 28 ilimizi mətbuata sözə vermiş adamlar görürük ki, harada bu cəbhə təkcə Qarabağda və təmas xəttində deyil ki, cəbhə həm də informasiya müharibəsi sistemində, sahəsindədir. Orada zəif yerləri görürük və ona görə də bizim iş sistemimizə tam tərsinə, yəni negativ təsir edir. Eyni zamanda da bir nüans var. Nüans odur ki, biz və digər özünü ciddi hesab edən, oxucunun ciddi hesab elədiyi informasiya mənbələri susub, xəbərdən işləmir. Müharibə yox, müharibə özəlliklərini belə deyək və Nazirliyin xahiş və xitablarını nəzərə alır, amma digər saytlar bunu nəzərə almır. Və avtomatik olaraq heç əhəmiyyəti olmayan saytların bir neçə gün ərzində əhəmiyyəti artmağa başlayır. Onları Facebook sosial şəbəkəsində paylaşırlar. Onlara xitab olunur, onlara mənbə kimi onlar göstərilir və mötəbərlik əmzalı artır, yəni heç lazım olmadan. Amma sabah birisi gün məlum olur ki, saytların heç bir ölkə üçün, oxucu üçün əhəmiyyəti yoxdur. Onlara meydan verməmək naminə, erməni kütləvi informasiyasına meydan verməmək naminə Müdafiə Nazirliyi Azərbaycanın digər yerdə qalan kimləri ilə daha operativ işləməlidir. Hətta birbaşa işləməlidir. Hətta Rahat bəydə bir müddət əvvəl bu hadisədən qabaq. Avqust döyüşlərində yeni saytlar meydana çıxdı. 2014-ün avqustunda hadisələr yayında olubdur. 2015-də gərginləşib, sonra 2016-cının aprelində bu davam edir. Mən nə demək istəyirəm? Bir müddət öncə mən Mətbuat Şurası Sədr Müavini Ümid Rəhimoğlu'na da dedim kişilərini, Rahat bəydə o günləri dayanışlı söhbətlər edib. Bu Mətbuat Şurası rəhbərlik edib, vaxtatdalıq edib, durmalı qabağı. Nədir? Müdafiə Nazirliyinin tərkibində Vaqif Dərgahlı hərbi jurnalist, sanki qədər işini, peşəsini sevən bir biləmədim. Amma Vaqif Dərgahlı bu orduda bir
zabit, komandirin əmri var. Yəni o əmrdən kənar keçməyə gəlməz. O çox mürəkkəb bir üslubdur. Amma mən təklif edirəm ki, bir çox jurnalistlər təklif edir ki, Rauf Arıfoğlu kimi, Adət Həsrət kimi, məsələsi, laf elə bu hökuməti sərt tənqid edən, Rövşən Hacıbəyli kimi, nə bilim, müxtəlif belə deyək də vicdanlı, millətinə, dövlətinə, xəyanət eləməyən, onları fikirləşən insanlardan ibarət bir qrup yaradılsın. Müdafiə Nazirliyinin ekstremal situasiyalarda bunlara müəyyən mesajlar verilsin və bunlar da ona uyguna, mən demirəm 100%, 10% Rauf Arıfoğlu nə baş verdiyini bilsən və buna o bəyət dediyi o qapadın, məlumat verməyin qadağası olmasa, o bütün cəhbədə Ermənistanla, erməni blogerləri ilə, mətbuatı ilə savaşı müdafiə etsin. Aparıcı mətbuat orqanları idarə edir. Mən düşünürəm ki, əslində bu işin tamamilə olaraq bu xəbərlərin yayılmasında, birbaşa olaraq bu əməliyyatların aparılmasında birbaşa funksiyasının içini, yəni bu müharibə, savaş edən funksiyanın boynuna götürən rəsmi bir Müdafiə Nazirliyi var. Müdafiə Nazirliyinin istənilən əməliyyatların hansısa prosesində, hansısa bir informasiyanın nələrə səbəb olacağını çox gözəl bilir. Təbii ki, bu peşəkarlar hansısa bir əməliyyat prosesində bu əməliyyata gedən yolda hansı qurbanlar verilir, hansı əməliyyatlar edilir, hansı belə deyək, uduşlar və yaxud əksinə məğlubiyyətlər və bu açıqlamalar eləməməlidir. Və mən əslində bu qoyulan nə qədər qadağa sevməyən adam olsam da, amma bu qadağaların, yəni açıq pəncərə informasiyası ki, yəni yayılsın, bütün proses sinkron olaraq tərcümə edilsin, yaxud ötürülsün arxaya, mən bunu tamamilə əleyhinəyəm. Mən düşünürəm ki, yəni yox, məqsədli şəkildə, necə ki, baxdınız, aprel şəhidlərindən, aprel hadisələrində niyə açıq pəncərə idi? Bu artıq düşünülmüş bir strategiya idi. Amma burada görünür bir başqa nüanslar olub. Axı hadisələrdən biraz sonra biz biləcəyik. Biz zaman udmalıyıq. İllah da bax, çox gözəl qeyd edildi ki, düşmən tərəfi, əks tərəfi, mən adlarını çəkmək istəmirəm, amma hər halda erməni tərəfi bu oyunu çox yaxşı sənədli bir film kimi təqdim edir. Heç bir qədər dəxli olmayan hadisələrin həmin anda baş vermədiyi bir başqa materialları belə, yəni bir başqa səslə, bir başqa formatda təqdim edir. İşləyirlər. Bizim Böyük Ermənistan ideyası və ideologiyası bunların daim hər bir istər ədəbiyyatında, istər mədəniyyətində, istənilən halda bu formatda daimi inkişaf edir. Bunların bu ideologiyası həmişə var və şərq axma, nə etmə fərqi yoxdur. Hər halda bununla uduşdadılar onlar. Amma bizim bir yolumuz var. Ya deyərək eynən biz onların tutduğu mövqenin təkrarına gedək. Bu artıq işlənir. Suriyyətdə bunu eləyə bilməyəcəyik, heç eləyə də bilmirik. Yəni düşünürəm, heç uğurlu da olmayacaq. Ya da gərək sadəcə səbr etmək, müəyyən zaman və hadisə. Kaş ki elə olsun ki, biz o susulan anda hansısa bir böyük tələbələr əldə edəyək, ondan sonra onun açıqlanmasını məhz məhsul olan tərəfin bildiyi informasiya qədərində də anlayaq. Çünki mən də izləyirdim, təbii ki, vətəndaş olaraq və sizə bir xahişiyə çıxım ki, bizim hamımızın liderlərin içində bir önəmli məsələ var. Biz çox yaxşı jurnalist olmaq istəyirik, çox yaxşı rejissor olmaq istəyirik, çox yaxşı ədəbiyyatçı olmaq, amma biz birinci vətəndaş olmalıyıq, sonra o bir söz. Birinci ümumi vətən və ərazi bütövlüyü, orada savaşın mı deyim, mütləqliyi mi deyim, bunu qorumalıyıq, ondan sonra digər. Sonuncu məsələdə konkret Müdafiə Nazirliyi çox böyük bir səhv edir. Siz elə düşünürsünüz. Deyil, deyil nədir? Xəbəri oxudunuz mu Müdafiə Nazirliyi ayın 25-ci ayda xəbəri? Nə yazmışdı? Yazmışdı ki, ağır döyüşlər gedir, ikilərimiz var. O xəbərin dalında 2 gün susqunluq olmazdı. Ən azından... Bir şeydə sizlə razıyam, ümumiyyətlə hər birimizin dediyi, yəni hər iki tərəf dedi bunu, ki biz şəhidlərimizlə fəxr edə bilmək, torpaq uğrunda qan tökməyin nə şərəf dediyini, yəni bunu maarifləndirməni aparmamışıq, apara bilmirik, o başqa məsələ. Onda heç bir tərəddüd etmədən biz o şəhidləri verdiyimizlə qürur və fəxr hissi doğura bilərik və bunun yayılması əgər insanları məyus eləmək, onları qorxmaqdan mı deyim və yaxud məyusluqdan çəkindirmək üçün deyilmirsə, biz əgər o şəhidlərin varlığı ilə fəxr eləsək, onda o şəhidlər gizlənilməz, gizlədilməz, yəni çox gec açılmaz. Fəxr edir, amma xəbəri 2 gün gecikdirmək, oradakı... Biz elə bilə bilmərik, onlar arasında hangi strateji... Orada siyahıları ermənilər yaymış.
etmişdi və %90'ı Yəni bu tərəf Mən dediyim odur ki, yaymırsa mən bunu, dediyim hər odur halda ki, burada bir indi səbəb artıq var. hansısa xəbər gizlətmək deyil. Aydındır. Amma Sərhəd əməliyyatda da bölgəsində bax, bir gənc öz telefonunla şəkil qoyur hansısa bir döyüşü, gecə döyüşünü. Sosial şəbəkələrdə gedir və bir də görürsünüz ki, heç tanınmayan bir gəncin Facebook statusu paylaşılır 100 dəfə, 150 dəfə və hər yerə yayılır. Sonra da onu başqa saytlar qoyur və xəbəri idarə eləmək mümkün olmur. Mən sizdən razıyam. Siz deyirsiniz ki, xəbəri mütləq hərbi sahəyə aid xəbərlər idarə olunmalı. Mən də elə onu deyirəm. Biz idarə olunmalı. Amma imkan vermək olmaz ki, onu ermənilər idarə etsin. Düşünün, bizim şəhidlərimiz olub, Müdafiə Nazirliyi açıqlama verdi ki, şəhidlərimiz itkilərimiz var. 2 gün erməni saytları tam açıq sahə əldə elədilər. Onların adlarını, vəzifələrini, sonra onların deməli şəhid olmuş vəziyyətdə video görüntülərini paylaşdılar. Və bu qədər xəbər axınının detallı, videolu xəbər axınının qarşılığında bu müharibədə axı atırlar axı. Bu tərəfdən biz heç nə edə bilmədik, əlimiz qolumuz bağlı, amma biz bunu bacarardıq, edərdik. Daxili auditoriyanı negativ yükləməyə qoymazdıq. Dediyiniz tərəfə mən qəribati olaraq yetə bilmədim, yəni yarımçıq dözmədiniz. Mən dediyiniz təkliflər içində çox bəyəndiyim bu şey oldu ki, müəyyən artıq meydanı idarə eləmək, balanslaşdıra biləcək adamlar və yaxud konkret şəxslər və yaxud saytlar bunlara hər hansı bir informasiya hansı mediasiyasa verilməlidir ki, onlar bu savaşı doğru yönə yönəldə bilsin. Bütün bu deyilən qadağan deyim, şərtilikmi deyim, ondan razıyam. Mən Müdafiə Nazirliyinin mövqeyini tamam açıqlamasının tam əleyhinəyəm və heç açıqlamaz da təbii ki, amma seçilmiş müəyyən mediaya doğru informasiyanı və yaxud gərək olan informasiyanın ötürülməsini. Təbii ki, Əsas məsələ. Gərək olacaq. Yəni bütün informasiyalar ötürülməməlidir. Həmən günü də baş verdi. Çünki üzr istəyirəm, bizim bugün bəlkə də çox belə ironiya ilə hərdən bu nəslin baxdığı böyük vətən müharibəsi illərində məğlubiyyətlər yadımızdadır ki, hansı məğlubiyyətlər o zaman onlar heç də deyilmirdi. O zaman Facebook yox idi, mobil Yox, telefon yox təbii, idi. indi Hər kəsin yox. bir jurnalistdir, Amma hər kəsin bir televizyon var. Hər kəsin bir saytı var hər kəsin. Ukraynadan məğlubiyyətə uğradı. Deyirdim, çünki bu insanlarda bir başqa hisslər də ola bilərdi. Bütün o primitivliyi ilə bərabər həm də bunun arxasında daha önəmli bir səbəb dururlar. Qalibiyyət olmayınca heç nə söylənilmir. Azacıq da olsa Esteri dövründə Alternativ mənbələr yox idi. Amerikanın orduda itkilərimizlə bağlı kadrlarla baxın. Var, var. Yox, o tərəfə çox getməyək. Strategiya, yəni Çünki mən deyirəm ki, orayla əgər müqayisə deyilsə- çox qüsurludur. Zaman dəyişir. mən Dediyim zaman mən istəyərdim. Mən dediyim, amma mən informasiyaların xəsisliklə verilməsinin mən tərəfindəyəm. informasiya verilməsindən danışmıram. Mən ondan Mən danışıram. informasiya müharibəsində uzmanlığından danışıram. Mən ondan Onun danışıram. səbəblərindən Siz ondan danışıram. danışın, mən bundan danışıram. Mən də elə ondan sonra onlar icazə verdi. Yox, hamımız danışmalıyıq. Burada burada da çox qəribə bir situasiya yaranır. Eyni zamanda masanın üzərində gözəl yeməklər var. Ondan da Və gəldi. biz danışmaq deməli zorundayıq. Rahat Facebook'tan yazdı, bəzi statlar yazırdım, 15 dəqiqədən sonra silirdi. Yəni istəmirdim ki, düşmən onu istifadə edir. Çox incə bir məqamda. Mehriban xanım onu da dedi ki, əməliyyat. Əməliyyat şəraiti müxtəlif olur. İri miqyaslı hücum əməliyyatı olur düşmənin. Bizim müdafiə əməliyyatları olur. Bizim o preventiv deyilləri qarşılayıcı əməliyyat tədbirlərimiz olur. Bunlar hamısı əməliyyat şəraitinin detallarıdır. Əməliyyat, kəşfiyyatın əməliyyatıdır. Mina təmizləyənlər, düşmənin, belə deyək, kəşfiyyat məlumat gətirir ki, düşmənin olan ərazini bizim neytral düzdə olanda bizə lazım olabilir. Oranı minalıqdır. Deyirkən kəşfiyyatın, belə deyək, dazor müraciətdə də, belə buna deyək, kəşfiyyatın müalicətini, bunlar gedirlər oldu minasını bildirir. Və yaxud da saxlıyordun, düşmənin gedir arxasında mina var. Bunun hamısı əməliyyatdır və əməliyyat tərkibidir. Həmən günü baş verənlər, mən bilirdim təxminən ki, nə baş verir. Hamımız bilirdik təxminən nə baş verir. Şükür Allaha, Polkovnik Ramaldanov bir açıqlama verdi ilk öndə. Yəni, yaxşı ki o verdi, olmuşdur. Sonra Üzeyir Cəfərli bir Boşluğu doldurdular. Yəni, bu boşluğu çox önəmli. Çox önəmli. Aydəmir oxlamışdı general. Yəni, bunlara ən azından Aydəmir oxladılar, orduya canlarını qoymuş adamlar. Bunlara güvənmək lazımdır ki, bunlara müəyyən, deyək ki, sən danış. Heç amma o səhv eləməyəcək. Səhv elədiyini də Rauf Arıqoğlu düzəldəcəkdir, Hikmət Sabıroğlu düzəldəcəkdir, o bizi düzəldəcəkdir. Amma bu olmalıydı. Mən
həmişə onun tərəfdarı olmuşam ki, apreldən də qabaq ki, xəbərlər bu gün yayılmamalıdır. Amma indiki vəziyyətdə tam əksini mən gördüm və narahat edilməm ki, boşluq bizim idmanında səbəb olur. Məyusluq bilirsiniz nə idi? Mən baxdım sosial paylaşmalar var idi saytlarda. Ay biz bu qədər tamam dəyərli olmayan tərəfin verdiyi informasiyanı götürür. Təbii ki, və qeyd olundu ki, bunun qarşı tərəf göstərir ki, bizim neçə dənə şəhidlərimiz oldu, bizim nə itkilərimiz oldu. Həmin informasiyanı götürüb paylaşır və mən gördüm onun doğurduğu reaksiya. Heç qəhrəmanlıq hissi doğurmadı kimdəsə. Yəni o şəhid vermişəm, hər hansı bir savaş aparmışam, mübarizəyə davam gələcək məsələsi yox idi. Çünki təqdimat düz deyildi daxil. Təqdimat gizlədirlər. Nəticə olaraq, əgər bu idarə edilmirsə, deməli qapalı. Yox, təqdimat eləyirdi ki, bunlar günahsız heç nədən getdilər öldü. Çünki Amma peşəsində halbuki olmayan və adam- Rahbərlə söhbət edir, yadlarımızda da var. Orada Latifər oğlanlarının şəhid olubdu bizi. Heç birisi də. Gizlədilib sonra açıqlanır Bax, deyə. demiş Sanki Gizlədilmə də ola bilər. Ola bilər. Xəbərlə getmə. Amerika Vyetnam Hər şey ola müharibəsində bilər. itkilərini 20 il sonra çıxdı. Amma mən dediyim ondan ibarətdir ki, müharibəyə bu dəqiqə Həmas xəttində təkcə orada getmir. Oradakı miqyas çox kiçik. Bizim ordumuzun bir kiçik bölümü bir əməliyyat keçir. Bəlkə də daha böyük əməliyyatlar üçün, apreldəki əməliyyatlar üçün düşünülmüş şəkildə bunlar verilib, nöqtələr yoxlanılır. O şəhidlər əminəm ki, boşuna verilmir. Daha böyük əməliyyat üçün həyata keçirilən genişdir və Azərbaycanda Müdafiə Nazirliyi dəyişəndən sonra, naziri dəyişəndən Bəli, nazir. ön xəttə diqqət artır, müharibə ideologiyası güclənir, Təminat artıq. ordunun təminatı ermənilərlə müqayisədə bir neçə dəfə üstündür. Hətta aprel döyüşləri ki, ikinci qürurla deyirik və Qarabağ problemi ilə bağlı mövcud olan status quo-nu dəyişdirmək gücündə oldu. Çox önəmlidir. Çox önəmli. Hətta bir neçə min itkiyə belə Azərbaycan qatlaşmalı idi ki, o dünyada Qarabağ mövzusu ilə bağlı mövcud olan status quo dəyişdirilsin. O dəyişdirildi. Çox böyük işlər gördük. Və hətta o aprel əməliyyatlarında ordumuzun heç %5-i belə o ərazidəki hissələrin %5-i belə iştirak eləmədi. Azərbaycan çox güclüdür ermənilərlə müqayisədə. Çox kiçik, mən rəqəm Yəni, atmıyorum. Çox kiçik qrup. Bizim bu qədər haqqında danışdığımız əməliyyatlar o təmas xəttində və vətənimizin içərisinə soxulmuş terrorçulara qarşı aparılan proseslər miqyasca hərbi nöqteyi nəzərindən olduqca kiçik. Amma ondan daha böyük bir müharibə informasiya sektorunda gedir. Rus dilli auditoriyada gedir. Biz ötən il aprelində və indi gördük ki, bu məsələdə ermənilər bizdən çox-çox üstündür. Çünki Rusiya kişiləri də onlara ermənilərin özündən daha çox dəstək verirlər. Erməni saytlarında başqa səslər də var, mühalifət də var, əksinə olanlar da var Ermənistan rəhbərliyi. Rusiyada isə bu yoxdur ümumiyyətlə. Tam və birmənalı şəkildə onlar ermənilərə dəstək verirlər. Bu informasiyaların hamısının yönü, yəni atəş nöqtəsi bizim auditoriyadır. Auditoriya dediyimiz vətəndir, Azərbaycandır. Ki onlar Rusça heç olmasa müəyyən qədər informasiya ala bilirlər. Mən dediyim odur ki, qarşılıqlı olaraq, bax o qədər böyük prosesin içərisində auditoriyamızın təmkinini qoruyacaq, onu kənar yükləmələrdən uzaqlaşdıra biləcək, auditoriya xitab edən, bizim özümüzə, demirəm kənara, bəlkə də resurslarımız, TV-lər var, yeni media nümunələri var, qəzetlər var, yəni çoxdur, daxili auditoriya xitab edən, həddindən artıq çoxdur. təsir etmə gücü də çoxdur. Çoxdur, onlara əl qolu bağlamamaq lazım, qismən. Yəni, əks təbliğat və təbliğat prosesi ki, o Sovetlərdən var idi, onun özünün qızıl bir qaydası var. İnformasiya müharibəsində təksib verməyəcəksən. Təksib verdinsə sən uduzmuş sayılırsan. Sən təksib verdirəcəksən qarşı tərəfə. Hansı yollarlasa, necəsə, nə şəkildəsə. Yəni təksib artıq taktikası bu tamamilə başqa bir mərhələdir. O baxımdan deyirəm ki, biz böyük savaş gedir informasiya sektorunda, o savaşın əskərləriyik, biz də Öz əskərini qurmaq kimi. Hə, bizə material verirsin. Bax, aprel döyüşlərində biz niyə daxili auditoriya bu qədər güclü oldu? Rus
auditoriyası günlərlə xüsusi verilişlər Bir verir. də Türkiyə-Rusiya arasında gərginlik var. Bəli, məhz ona. Niyə biz güclü oluruq? Birinci adam qismində Azərbaycan prezidenti etiraz etdi, açıqlamalar verdi, ən yeni məlumatları verdi. Bütün Azərbaycana yönəlik olan və yerindən oynada biləcək bütün əks təbliğat materialları sınırlandı. İclas keçirildi, oradan materiallar verildi, Müdafiə Nazirliyi. Görüntülər, məlumatlar, detallar biz özümüz belə çatdıra bilmədik. Yəni bizdəki məlumatların daha ötəsi idi. Cəmiyyət belə Daha təqdir etdi üstünlüyü. onu. Əlbəttə ki, o Həmişə zamansa eyni metod həmişə işlənə bilməz axı. razıyam sizlə. Amma bir dənə də qayda var da ki, yəni əgər biz tərəfə informasiya müharibəsində bizim tərəfə çox sayda materiallar gəlirsə, yüklənirsə, o kompüterə virus yüklənən kimi əhalinin beyninə yüklənir. Onun antivirus olmalıdır. Ona Mən gedir deyirəm, əsgəri- hər zaman bu bir qızıl Və qayda. gedir əsgərin psixoloji Və bu durumuna dəfə də, təsir edir. bu dəfə də yəni vətən sevə-sevə içərisinə aldı onun içərisində. Heç kim etiraz edəmədi ki, uşaqlar nə şəhid olmuşlar. Mən bütün şəhidlərin hamısının ailəsinə baxdım. Bayrağı öpdülər, gözlərinə üstünə qoydular. Vətən sağ olsun dedilər. Yəni yenə deyirəm, o əsgərlərin heç bir boşuna ölmür, Azərbaycan heç nəsə səhvə yol vermir. Azərbaycan ordusu dediklərimiz o demək deyil ki, səhv eləyərək bu əməliyyatı keçirdi. Mən düşünürəm ki, bir ay sonraki daha böyük əməliyyatlar üçün atılan addımlardır bunlar. Oradan gələn o faydalar, atəş nöqtələri, səngərlər hamısı informasiyadır və bu boşuna olmayacaq. Sadəcə bu dediyim odur ki, təqdimatdan çəkinməmək lazımdır. Bizim itkilərimiz apreldəkindən qat-qat aşağı idi. Yəni bu ola bilər, döyüşdə də ola, puskuna da düşə bilər, kəşfiyyat qrupu, mediaya da düşə bilər. Biz artıq qəbullanmışıq ki, bizim savaş aparır, müharibə aparmaqda başqa yolumuz yoxdur. Millət olaraq bunu qəbul etmişik. Yox, bundan qorxuluqsa, çəkinirsə, şəhidləri içərimizə ala bilməyəcəksə, ürəyimizə və gözümüzün üstünə qoya bilməyəcəksə, onda biz təslim olurlar. Bunu da heç bir millət etməz, xüsusilə bilmirlər. Azərbaycanlılar heç vaxt etməzlər. Torpaq üçün, vətən üçün tamam başqa bir boyuta keçir Azərbaycan xalqının bütün göstəriciləri. Sovetlər dövründə heç zaman vətənpərvərlik dərsləri almamışıq. Tam əksinə vahid sosialist Sovet SSR xalqı bütün milli göstəricilərin ləğv olunub yeni bir xalq yaranması dərslərini almışıq. Amma içimizdə olan o informasiya, genimizdə, qanımızda olan informasiya bir gün içərisində ortaya çıxdı. Hər kəs vətənpərvər oldu, hər kəs getdi. Döyüşçü oldu batalyonlarda, könüllü batalyonlarda vuruşdu, savaşdı. Biri də bizim Rey qardaşımız, Qarabağ qazisi. Və Azərbaycanlılar torpaq məsələsini iş qardaşına belə güzəşdirəməz, nəinki. Yəni, ermənilər başa düşməlidir ki, bu sevda ki, böyük Ermənistan deyilir, dənizdən dənizə Ermənistan, bunları məhv edir. Çünki bütün çevrə türklərlə çevrilidir. Rusiyanın əli 2 il, 3 il, yaxud bir neçə müddəti oradan çəkilsə, ermənilər millət olaraq özlərini məhv edəcək bütün əsaslara və göstəricilərə sahibdirlər. Hər kəsdə. O cümlədən də çox güvəndikləri indiki rejim olaraq İran rejimindən hər kəsdən onlar çəkinməli. Çünki İranın içərisində 32 milyon, 35 milyon, bəzi rəqəmlərə görə 40 milyon Azərbaycan türkü yaşayır ki, ayaqlayıb keçər onlar. 1 milyon, 2 milyon uzaqbaşı erməni var. Nədir ki o? Rusiya əlini çəksin, bir gün içərisində Azərbaycan ordusu onun məsələsini əldə edir. Azərbaycan ordusunu boş ver, Azərbaycan türkləri ki 40-50 milyon arasıdır, sadəcə elə ayaqlayıb üzərindən keçərlər. Bu sevdə olaraq məhv edilir. Bunu da bilməlidir. Bir nüansı da deyim, aprel ayının 2-si, 5-i keçən Şəmistan zamanları, Mənim Getmaq və Veteran Təşkilatları rəhbərləri oldu. Mayın 5-i 8-i bir oldu, Qərsə bölgəsində hərbi xalqlarla 30 nəfərli bir qrup etdi, kəşfiyyatçı, tankçı, topçu. Bir də mayın 25-i 28-i oldu. O Lələtəpədə də oldu, çünki gecə postlarda qaldı. Vaylı xalqlarda əsgərlərimiz. Onların içərisində rahat elə bir ruh var, bu uşaqlarda, ömrünü hərbi həss eləmiş insanlarda 20 il olsa, nəfəs alırlar, torpaqla, səngərlə, o döyüşlərlə, elə bir ruh var. Məsələn, bu əllərin, şəhərlərin sosial problemlərin səhvlik olan bir kəsinliklər büyüklər. Mən məsələn, baxıram ki, bu ölkədə, bu dövlətin içərisində elə bir qüvvə var ki, bu xalqın ruhunu sındırmaq istəyir, xalqın ərzini qırmaq istəyir, ləyaqətini belə deyək ki, hədəfə çevirir, hamısı boşa çıxdı. Bir dənə əməliyyatla onlar birləşdilər və o qədər birləşdilər. Siz təsəvvür gətirin ki,
Səfər tərəfdə biz Gizirlə söhbət edik, gəlməyik. Və gənc qızım, əmi deyə kitab verir. Dedi, əmi, biz fikirləşirik, 92-ci ildə bunlar nəfər edir torpağa alır. And olsun Allah'a deyir, nə tər qasırlar ermənilər, doğuşan gibi qasır. Bir, qasır çatdıra bilmir, deyir onları durmaq, deyir, yenə qasırlar deyir ermənilər. Gəlmişəm, bu dəfə bizim şəhidlərimiz verildi, amma ondan sonra bu Ağdam istiqaməti ermənilər ciddi şəkildə qərargah vurulması, başqa əməliyyat var. Yəni o bəzi belə deyək, sapı bizdən olan baltalar dedilər ki, bunlar köhnə mi diyorlar? Amma hamısı yenidir, biz bunları da bilirik. Sadəcə olaraq hətta bunu verməyə belə çəkinir ki, sonra Müdafiə Nazirliyi deyəcək ki, bizim qəzetlərlə bir centilmen, elə deyək də, hətta o söz də uyğun deyil, bir anlaşma var ki, Müdafiə Nazirliyi xəbər verir ki, sonra biz veririk. Hətta bunu belə, pozitivi belə verə bilmirik ki, çəkinirik. Çünki bunun sonra deyəcəklər ki, niyə bunu verdiniz, biz vermədik. Baxın, bir məqamı demək istəyirəm. Mehriban xanım, siz də deyirsiniz ki, Nazirliyin məhdud şəkildə informasiya verməyinin tərəfdarsınız. Yox, mən özür istəyirəm. Yəni, söhbət nədən gedir? Mən bugün Rauf bəy qeyd edildi, Müdafiə Nazirliyinə məhz bir nəfərin, yəni əslində nazirin dəyişməsi tamamilə münasibəti dəyişdi. Şəxsən mənim özümdə çox dəhşətli dərəcədə yaxşı mənada münasibət dəyişib. Ona görə mən düşünürəm ki, müharibə və savaş görmüş sadəcə pabon taxan adam deyil. Yəni, bu insanın bu nazirin yəni düşündüyü və qoyduğu strategiya əməl etməyə lazımdır. Və müharibə edən bir ölkənin müdafiə nazirinin məqbul bildiyi formaya əməliyyat etməyə lazımdır. Amma təbii ki, doğru və dürüst və onların məqsədə uyğun bildikləri informasiyanı məqbul bildiyi informasiya saytlarına baxdır və yaxud insanlara, rəhbərlərə və yaxud da başa olaraq jurnalistlərə ötürülməsi bu vacib olan şəkillərdən biridir. Sadəcə olaraq mən düşünürəm ki, onlar daha doğrusunu bu saat üçün onlar bilir. Amma təbii ki, bunun qarşı tərəfi də var ki, bu informasiya savaşında biz nə etdikdən bir böyük sual var. Yəni, o mənada təbii ki, başqa bir alternativ hansısa başqa yollar axtarılmalıdır. Bir məqam var ki, bugün təkcə ailəsinin oğlu, qardaşı, həyat yoldaşı cəbhədə olan yox, ümumiyyətlə hər kəs narahat olur. Yəni, o əskərləri düşünür və Nazirlik bu dəfə nə vaxt cəmiyyət narahat olmağa başladı? İtkilər var dedi və sustu. Biz bilmirdik, bu itki 1-dir, 5-dir, 100-dür. 2 gün sonra deyəsən açıqlandı ki, 5 nəfər şəhidimiz var. Yəni, indi bir o anlıq rəqəm daha böyük. Gəlin biz bir anlıq başqa bir variantı olmayan variantı. Siz bildiniz nə vaxtlar necə ermənilər bilmişdir? Bildiniz nə vaxtlar necə bilmişdir? Sən də iki variantı deyil. Öz bildiyim variantı. Hərbi qaydalar belə də bir konvensiyalar uyğun olaraq işçilər olarkən ərazidə etiraz olundu, onların götürülməsi prosedurlar var, qaydalar. İçkilər ermənilərdən olsaydı, sülh missiyasını yerinə yetirən tərəflər bizim nümayəndə edəcək. İçkilər ermənilər idi, bizdən izləyənə AFƏT-in sülh missiyası ilə ola əraziyə gedən İçkidə qrupuyla erməni davası keçmişdir. Və həmən o erməni davası da orada onların hamısının üzərindəki nişanlar ümumiyyətlə mənim üçün çox maraqlı. Biz kəşfiyyata girəndə heç bir nişan olmadı, sənədlərində bu ölümsəysə gedir. Bunlar deməli orada getirilmişlər. Bunlar burada manev edilmiş, yəni və oradan dəqiqləşdirmə heyl olub, onlar da sökmüşlər məhbata. Yəni mənim bir versiyam budur. Amma başqa versiyalarda ilk məlumatına gəldi, sonra bunun Pardon Bayramı vaxtlarda burada yazılma və tanrı qədər taşıyanlıqda şeylər var. Yəni, altlar elə çıxmışdır. Bərabərdə sizin sosial şəbəkədə Zumur bir şəhidimizin Qazaxıstan salamlı kəndində. Onu Nazirlik hələ də açıqlamayıb rəsmi şəkildə ki, şəhidimiz var. Amma siz də digər istər media nümayəndələr, istər adi vətəndaşlar paylaşıldı. Hətta şəhidin dəfn olunmasına qədər 50-yə yaxın sosial şəbəkə istifadəçisi canlı yayın var. Müdafiə Nazirliyinin rəsmisi Abdullah Qurbani. Orada çıxış elədi. Bizim bölgə müxbiri daxil olmaqla bütün bölgə müxbirlərinə açıqlama verildi. Yəni, bu deməkdir ki, mətbuat açıqlama niyə verilir? Yaymaq olar. Biz də yaydıq onu. Amma dəfnə qədər paylaşıldı? Yox, dəfnə qədər biz ancaq sosial şəbəkədə. Şəxsən mən bir neçə informasiya vasitəsinə rəhbərlik eləməyimə baxmayaraq, özümün Facebook səhifəmdə yazdım o barədə. Adını, familiyasını, bütün şəraiti bilirdim.
həlak olmaq şəraitidir. Gözəl, böyük bir əməliyyat keçirilmişdi. O şəhid boşuna verilməmişdi və o sonra da haqqında məlumat yayılırdı. Ağdamdakı əməliyyat bizim bölgədəki əməliyyat idi. Həmin əməliyyat nəticəsində şəhid olan bizim əskərlərdən biri. Xeyli erməni var. Bir də bir şey var ki, Yəni siz haqlı bir məsələ qaldırırsınız. Bir neçə tanınmış adamımız Face profilindən canlı yayım oldu. Bir neçəsi sonra canlı yayım videolarını qoydu. Biz o şəkilləri ki, çox nəhəng bir mənzərə. Azərbaycan bayraqlarının kölgəsində şəhid son mənzilə yola salındı. Və 5000-ə yaxın bir kənddə, Daştalalı kəndidir, 5000-dən yuxarı onu uğurlayan oldu Azərbaycan vətəndaşlar, hər kəsin ürəyi oldu. Dediyim çox qürur verici. Bəli, o mənzərələrin verilməsi, insanın özünün içindən keçir ki, gedim mən də şəhid olum, onsuz da hər kəs öləcək. Bəli, bəli. Video bir 5 dəqiqəlik, 10 dəqiqəlik, 15 dəqiqəlik. O qədər. Hər şeylər. biz apreldə də yəni son illərdə bu qədər birləşdiyimiz olmamışdı. İqtidarlı, mühafizə. Deməli biz Avropa biri qatarlığa məhkumuz. Budur əsas. Bu qədər bütövlük qürur vericidir orada. Nə qədər Yeni şəhid. gəlmişsə bir məsələ deyir, elə deyəcək də bu sahənin adamı hərbi turi olacaqdır. Rahat bəllidir, rahat bir gəlib şəhid olsun. Bu Qarabağ şəhidlərinin 20 ilə yaxındır, böyük bir hissəsini qanqul verirlər, Suğurda, 11 min manat. Bir dəfə bir dövlət məmuruyla bunu tələbini edəndə mənə qayıtırmışam da, dedim ki, Türkiyədə 500 min TL'yə yaxın şəhidə pul verir, müxtəlif dövlət fondları var, rəhbərlər var. Ukraynada 70 min dolar verir. Ermənistanda keçən Asmanlı 21 min dolar verir. Türkiyədə işləndə qayıtıb elədi. 500 min lira ses hesabladı, onu da bizə yarı gibi 200 min dolar. Dedi, onda hamı deyir, gedilmən deyir. Ona görə dövlət fondları o şəkildə olur ki, hamı vətən olur, yetməyinə alır olur. Niyə sənlə könüllü ol döyüşəndə bunları düşünür? Heç Allah haqq hesabımıza gəlir. Hesabımıza gəlir. Ona görə elə bizim kimi olan oğlanlar çox dedi, biz yaşlandık. İnşallah, mən orada getdim, gördüm. Tankın, bizə özürdə, bizim 92-94 Bu dünyada heç nə candan ötə deyil. Pul olar, vətənlə. Heç bir gözünü belə o qədər pula verir. Elədir. Amma nə deyim, o günləri əllərə maşın verir. Bunu deyil. Bu devlətin şeysi. O subutasını versin, onun haqqını versin, və getsin öz işini görsün. Daxil maşın, daxil vətən. Bu günləri, bugünkü müharibə var, Arvaqda, Güney, Haqqı, 92-94 müharibə deyil. Posta duran əsgərlərin yanlarına getib gördük ki, göz qırpılmır. Göz qırpıldı, həyatını bitirə bilər. Bir an, bir təhlükə yarana bilər. Müasir texnikanın elə inkişaf edir ki, ermənilər də var, Amerika verir, Rusiya verir. Nə bilim, erməni diasporası onlara pullar verir. Elə silahlar var ki, tankın üstündə, tankın üzərində bir dənə masada, taxta yoxdur da biz yanmamalıyız. Dəmirin içində 2 saat posta duran dağıtıcı əsgərimiz o, nişanlımız, gündüz o dəmirdə olur. Əli də olur. Çox ağırdır. Çox ağırdır bu saatları çünki hər an onları olur. Və mənə ağırdan nədir? Bu informasiya boşluğu nəticəsində müəyyən insanlar bilərəkdən və bilməyərəkdən Facebookda ay şəhid niyə gəldi, ay onlar havayı öldü, ay falanı bir eləyərək o insanlara hörmətsizlik eləyirlər. Hakimiyyətə yox. Bəziləri hakimiyyətə nifrət eləyir, hakimiyyətə düşmən kimi baxır. Tamam, baxın. Amma onların hakimiyyətə nifrəti, hakimiyyətə düşmənçiliyi bilmirlər ki, o cür münasibətləri əsgərin ruhuna təsir edir. Əsgərin şəhid olmur. Tabuta sürməyən oğlanlar şəhid olur. Sən necə bunun ölümünü heç nəyə sayabilirsən? Sən necə bunu? Bunu heç nəyə saya bilən artıq insan deyil, vətəndaş deyil və kökənində nəsə problem var, o başqa məsələdir. Kökəni belə baxın, qanmazlıqdan eləyir. Kökən yeni nəzər edirəm ki, bu torpaqların doğrudan da torpaqlar üçün canı ağlayan insan yox. Adam var ki, onu doğrudan heç yerə ağlayır. Ağlamır, elə olur. Ağlayan yer yoxdur. Nə sabah üçün, nə torpaq üçün, nə gedən üçün, nə qalan üçün heç bir yerə ağlamır. Onun ağlayan yeri, onun qanında bizə bir problem var yəni nəsə. Vacib deyil ki, bunu genetik olaraq mənzil, atasının anasının kim olduğundan danışan düşüncə. İstər vaxtı, istər. Amma mən yenə də deyirəm, mən bir vaxt dedim o şeyi, o vaxtlar savaşların indiki qədər uzaq zaman deyildi, yəni 2000-ci illərdir.
mən dedim ki, Qarabağda əgər bir festivalları tamaşa varsa, o bir oğul mən yerdə və artıq olan 100 nəfərə, 1000 nəfərə belə dəyişmərəm. Çünki onun içindəki o alov, heç bir şey almadan, heç bir şey gözləmədən, güdmədən, sadəcə bu torpaqdan çıxan bir insanın o torpağın qorulmaq mütləqliyi olmalı, bunu artıqsa və yaxud da etrafda doğrudan da cənablərin şeydə ən sonunda bundan bahsedirsən də, ən birinci bundan bahsedirsən, təsvirə gəlməyən bir şeydir. Bunu anlatmaq mümkün deyil, bunu keçirtmək də mümkün deyil. Yəni, bu insanlar dünən var idi, bu insanların hər birinin addımları ilə, varlıqları ilə, gediblər sağlıqları ilə mütləq hesablaşıb onların yerinə, yəni nəsə eləməliyik təbii ki. Və bugün orada həmin əlində silah dayanan, diliyiniz gözünü qırpmayan və yaxud da mövqelərdə aylarla su görməyən və yaxud aşağı düşməyən, gözünü qırpmağa mı, yatmağa mı imkanı olmayan hər bir əskərlə fəxr eləmək tərbiyəsinə və məsuliyyətinə qazanmalıyıq. Bu tamamən burada %100 olmayınca onların hər birinin belə deyək, yerinə özümüzü qoya bilməyəcəyik. Öldü, dəfn olundu, o gözəl deyilmək yerində deyil, bu söz yenə qüsur oldu. Amma o şəhidlərin dəfnində keçirdiyimiz qürur hissini bizə bu dünyada hansı bir hiss verə bilər? Hər kəsin borcudur, dövlətin də borcudur. Onun uğrunda və millətin uğrunda şəhid olan insanlara ehtiram. Bax, görürsünüz ki, biz necə ehtiramla danışıq. Görürsünüz, bir səhnə bütün millətin fərdlərinin içərisində necə bir təlakim yaradır, yaxşı mənada, necə bir tətikləyici vətənpərvərlik anlamında rol oynayır. Bu, həm də onu göstərir ki, Azərbaycanımız öz torpaqlarını qaytarmaq üçün seçim etməyəcək. Hazırdır, qərar verib, o proses yetişib artıq. Ən uyğun bir mərhələdə mən hesab edirəm ki, daha 20 il, 25 il çəkməyəcək. Ən qısa bir zamanda mən hesab edirəm ki, bu cür millətin içərisində olan vətənə, müharibəyə, şəhidə, itkilərə münasibət Azərbaycanın ən böyük probleminə çevrilmiş Qarabağ və işğal altındakı torpaqların geri qaytarılmasını təmin edəcək. Biz əvvəlki kimi zəif deyilik, əvvəlki kimi tək deyilik. İnan var artıq. Bizim özümüzün doğrudur, tamamilə haqlısınız. Bu məğlubiyyət sindromundan çıxmışıq. Keçən ki, bax, Allah rəhmət eləsin şəhidlərimizə. Bunların sayəsində, ordunun sayəsində və bunların hamısının mütləq nəticəsi olacaq. Yəni, media kapitanımız Rauf Arifoğlu elə bitirdi ki, bizim söhbətimizi. Başqa söz deməyə düşünürəm ki, ehtiyac yoxdur və ümid edirik ki, bizim danışdıqlarımız, bizi narahat edənlər arzulamasaq da, cəbhədə yeni bir qarşıdurma yarandıqda, belə həssas bir məqam ortaya çıxdıqda nəzərə alınacaq. Bu qədər, sağ olun.